Amma mən çıxım deyim ki, acından ölürəm. Getdim döyüşdüm, mənə baxmadılar, mən pis gündəyəm, mən bilmirəm nə edeyim. Medalımı satıram, nə edirəm? Yazacaqlar ki, qeyrətvə qurban olum. Sən gedib döyüşməsəydin biz nə edərdik? Başa düşə bilmirəm. Yəni bu paxıllıq mı deyim, qısqanclıq mı deyim? Buna nə ad vermək olar ki? Yəni hər hansı bir qazinin yaxşı durumuna demək olar heç kəs sevinmir. Ancaq qazini necə görmək istəyirlər? Acınacaqlı bir vəziyyətdə, kasıb, acından ölən, nə bilim, necə ifadə edim o barədə fikrimi bilmirəm. İnsanları başa düşə bilmirəm. Niyə bir-birimizin pisliyini istəyirik? Niyə bir-birimizə düşmən kəsilmişik? Ancaq aşağılamağı sevirik.